Harda? Yaxşı, yaxşı. Məkanat gəlirik. Nə olub, nə xəbər? Gəl də nə qədər sual versin. Dənizdə cəsəd tapılıb. Ümid, sənin nəsə problemin var. Bunu təkmə yox, hamı görür, hamı hiss eləyir. Əksinə sənin sorğu-sualların mənə qıcıq eləyir. Sən əvvəllər belə... mən əvvəllər belə deyildim. Mən dəyişmişəm, dəyişəcəm də. Sən də narahat olma. Ümid də istəmir ki, öz dərdlərindən sənə yük olsun. Bax, zamanla hər şey düzələcək. Başqa bir şey yoxdursa mən gedim. Əslində var. O kimdir? Valideyndir. Nə yaman şirin söhbət eləyirsiniz? Maraqlan gör hara gedir, kimlərlə görüşür. Nə məsələdir ümumiyyətlə? Yaxşı? Hoş tamam. Mən istəmirəm ki, sənin namsızlığına görə bizim münasibətimiz pozulsun. Müstəntiq kimi mənə sorğu-suala tutursunuz, nə olub? Bir dənə oyun təşkil edəcəyik, o da yaxşı oynayan. Görək, sən güclü oynayansan yoxsa? Olar. Qaqaş, Aynur evə gələndə niyə hələ sənə baxdı? Necə baxdı ki? Doğrudan xalam oğlu, sənə nə olub? Sarışma xanım olub, başım ağrıyor. Hadisə yerindəyik. Dənizin Pirallah çimərliyi ərazisində təxminən 65-70 yaşlı kişi cinsli şəxsin meyidi aşkarlanıb. Bəlkə deyirəm, əvvəlcə qətlə yetirib sonra dəniz atılır. Ekspertizanın nəticələrindən sonra bəlli olacaq. Özləri indi gələndə də şey elədi, dedi ki, deyəcəm, yaxşı. Nə lazımdır, qardaş? İçəri cədəsi keçmə. Sən kimsən? Kim buraxıb səni içəri? Bu atanızın cəsəddir. Bəli, rəis. İndiki vəziyyətinizi anlamağa çalışıram, amma gərək bu sualı sizə verim. Atanızın qətlində şübhələndiyiniz kimsə var? Bilmirəm. Amma əslində bilirsiniz necədir. Atamın bir şirkətlə konflikti var idi. Ama indi zürü sahibi bu barədə danışa bilmirəm. Biraz özümə gəlim, daha ətraflı danışarım. Yaxşı. Siz biraz sakitləşin. Üzünüzə gəlin. Sağ olun. Az çıxaq.
Arkadaşlar beyaz. Tamam. Bağlayabiliriz. Hikmətsən mənim ödələr tanıyırdı onu. Çünki dənizdən cəsədi tapanda da şəxsiyyətini sən müəyyən eləməmişdin. Kimdir Səttar Salmanov? 5-6 il qabaq həyat yoldaşı özünə qəsd eləmişdi. Onda da cinayətin materialları məndə idi. Səttar, oğlu Rıza da cinayətlə bağlı dindirilmişdi. Rəhmətliyi dindirəndə, ifadəsini alanda əllərinə həmişə masanın üstünə baxıb belə qoyurdu. O vaxtdan əlindəki lövbər dönəsi mənim ağlımda qalıb. Öyle olur. O Rızadan heç gözüm su içmədi ya. Niyə? Buna fikir verdin yoxsa? Otaqdan girəndən çıxanı kimi nəsə qorxurdu, gözündə nəsə var idi. Görülməyə ağlamağa da ki, nə? Heç səmimi gəlmədi. Elə mənim də nəsə gözüm su içmədi. Səttarın evinə nə vaxt baxış keçiririk? Gözlə bir bilənə, biraz özünə gəlsin, sakitləşsin. Elə Rızanı da götürüb gedib baxış keçirərək, yaxşı? Ümid, mənə kəsməyə aparmaq üçün paltar axtarırsan? Yadımdan çıxmış deyil sənə də deməyə. Bu gün adlı günlə gedəcəm. Amma söz verirəm ki, sabah səni aparacam, yaxşı? Kimin ad günüdür? Sinif yoldaşımız Kamranın ad günüdür. Sən gedəcəksən. Mən evdə kimdən qalacam? Safura bibi gələcəkdi. Mən bibi ilə qalmaq istəmirəm. O mənim üstümə qışqırır. Qardaşın ölməyib ki, heç kim sənə güldən ağır söz deyə bilməz, narahat olma. Olmaz ki, getməyəsən. Necə getməyim? Ona da söz vermişəm axı. Aynur da orada olacaq. Sənin də dərdin ancaq Aynurdur, orada olacaq. Yaxşı, get. Amma sabah söz verdin, ha? Yaxşı, narahat olma, söz verirəm. Ürəyin nə istəsə alacam. Necədir? Başqa nə var işte, yoxdur ki. Salam Əhməd əmi. Ay aleyküm salam, xoş gəlmişsən. Necəsən ay Əhməd? Sağ ol. Keç otur. Necəsən bala? Yaxşıyam Əhməd əmi. Siz necəsiz? Mən də şükür Allaha yaxşıyam. Evdə nə var nə yox? Bacı necədir? Şükür Allaha, yaxşılıqdır. Xəyalə də yaxşıdır. Yaxşıdır, lap gözəl. Eşitdim, çempion olmuşsun. Təbrik edirəm. Afərin. Hə. Biraz fikrim çox dağınıq idi, amma bir təhər özümü toparlayıb çempion oldum. Hə. Asan olsaydı, elə hamı çempion olardı da. Yadındadır, mağazində sənə nə söz vermişdim? Demişdim ki, çempion olsan, mənim sənə sürprizim var. Bax, o sürprizi az qalıb hazırlamışam. Biraz əgər əskiyi qalıb, onu da düzəldim, sənə bağışlayacağam. Əhməd əmi, həyat mənə o qədər acı sürprizlər eləyib ki, heç olmasa sizin hədiyyəniz mənim üzümü güldürər. O gün qonşulardan eşitdim, nəsə təzə bir işə düzəlmişsən, hə? İşləyirsən, hardadır o iş, kimdən işləyirsən, nə işləyirsən, ümumiyyətlə nə iş görürsən?
Heç elə avtoservisdə işləyirəm, burada yaxındadır. Orada ustalara kömək eləyirəm. Öyrənirəm həm də biraz pul qazanıram. Bir təhər dolanmaq üçün. Lap yaxşı, lap yaxşı. Bəs ustaların kimdir? Cavan uşaqlardır hamısı. Avtoservisin sahibi də Cavaddır. O da yaxşı adamdır, sağ olsun, mənə də dəstək olur. Cavad. Aydındır. Ümid. Valla qulaq as görüm nə deyirəm. Harada istəyirsən, işlə. Kimlə istəyirsən, işlə. Onu yadında saxla. Sən özün çox tərbiyəli, əxlaqlı uşaqsan. Çalış həmişə sənin ətrafında da bax, elə sənin kimi uşaqlar olsun. Yaxşı, Ümid. Çünki sən hələ uşaqsan, cavansan, sən hələ insanları yaxşı tanıya bilməzsən. Amma mən dünyanı görə-görə gəlmişəm. İnsanın gözünə baxanda bilirəm ki, o hansı yuvanın quşudur. İndi zəmanə çox dəyişib. İnsanları tanımaq olmur, başa düşürsən. Baxırsan, görürsən ki, belki bunlar yaxşılıq edirlər, xeyirxahlıq edirlər, mələk kimi özlərini aparırlar. Amma biraz yaxından tanıyandan sonra görürsən ki, bunların içi necədir. Odur ki, bax, mən sənə deyirəm, ehtiyatlı ol. Yaxşı bana. Oldu Əhmədəm, çox sağ ol. Bir də sən heç vaxtı məndən çəkinmə. Nə dərdin, nə sərin olsa, nə çatışmamazlığın olsa, gəl mənim yanıma. Yaxşı bala. Heç kimə bir söz demə. Mən sənə kömək eləyərəm. Çox sağ olun Əhmədəm, var olun. İndi icazənizlə olar gedim. Mən sənə heç çayda süzə bilmədim. Amma vaxt vardı, o yerdə sənin rəhmətli atan əyləşərdi. Çay içə-içə söhbət eləyərdi. Allah ona rəhmət eləsin. Getmək istəyirsənsə get. Get burada, get. Ancaq mən deyən sözləri yaddan çıxarma, yaxşı? Oldu, sağ ol. Bir dəqiqə deyəm. Götür bunu. Mənim borcum Sənin mənə borcun yoxdur. Bir də belə şeylər. Yaxşı? Get. Haçan, nə lazım olsa gəl mənim yanıma. oldu. Çox sağ ol Əhmədəm. Yaxşı ol, yaxşı ol. Üç gün yala qurtarmayayım da. Bir dənə nakladkası qalıb. Dəyişim qurtarım da. Bir də bunun bir iki dənə işi qalıb. Nəsə fikirləşmək lazımdır. Nə fikirləşəyik bura? Hər şey fikirləşmişəm də, necə deyirsən elə də eləyək. Rızanın ağzını cırmaq lazımdır, yanındakı tulaları ilə bərabər. Hələ o Rızanın özünü var. Mən nədən danışıram, sən nədən danışsın? Nə deyirsən? Uşağı deyirəm. Uşağla bir də oyuncu tap ki, nə oynasın, bu hava görə nə olur? Əşəx mı? Danışmışam da, Rizvan, danışmışam. Baxmışam. Rızvan kimdir? Köhnə şahmatistsə. Ümidin oyununda da orada olub, oyununda da burada. Baxıb bəyənib. Pulla oyun təşkil edir. Lazım olsa danışan təşkil edəsin demədin. Eşitməmişəm, amma olsun da. Nə deyirəm? Bu hava görə həqiqətən oynaya bilir, yoxsa yox. Çempion gəldi. Ha, bu çempion olandan gəzməyi zat da dəyişmir. Bizə sən kişi. Sağ ol, siz necəsiz, neyinirsiniz, salamatlıq deyil. Sən necəsən? Şükür Allah. Neyinirsiniz? Biz iyidir. Cavad, bu gün mənə ad günlə dəvət edib də, gəldim ki, səndən icazə alım. Olar bu gün tez çıxım, gedim oraya. Kimin ad gündür ki?
Yəni sinif yoldaşımız var, onun adı Gün. Ad gün yaxşı şeydir. Xeyir işdir. Get də. Niyə də yox? Odur. Duraq. Deyirəm bəlkə xalam oğlu aparsın bunu bilən necə lazımdır giyindirsin. Çempiona layiq. Hə? Hə geyinib keçinib getsin. Neynirəm? Bundan gedəcəm də öz paltan. Gedək. Gedək bir dənə çay içək. Bıraxal oğlu ilə gedərsən. Mənə bu, sən əməlli başlı çempion oldun da, ha? Hamını unuttun. Aferin sənə. Keç. Bir dənə çay qoy. Qoyuram. Rəhmətli deyəsən kitab oxuyan oldu. Bərrəz cavanlığından oxuyurdu. Oxumadığı kitab qalmayıb. Aydın Talıbzadə, romanı. Çoxdandır bu kitabı axtarırdım. El axırıncı dəfə o kitabı oxuyurdu rəis. Oxuyub qaytaracağım, yaxşı? Olar. Bir dənə bayra baxış keçirək. Buyurun. Keç. Buyurun. Ərazidə söküntülər çoxdan başlayıb. Dəqiq bilmirəm rəis. Niyə? Bilirsiniz, mən ayrı yaşayıram. Arada bir gəlib baş çəkirdim atıya. Görəsən atanız niyə razı olmayıb evimizin sökülməyinə? Mən bildiyim qədərilə buranı sökən şirkət atıya az pul vermişdi. O da sənədlərə qol çəkəndən sonra bilib bunu. Ona görə də evin sökülməyinə razı değildi. Belə çıxır ki, atanızın şirkətdən nəsə problemi var. Bəli, rəis. Kişi tez-tez sürürdü maşını. Yo, çoxdan da sürmürdü. Elə neçə vaxtı qalıb burada. Açardınız da zəhmət olmasın. Səncə ilimdir? Elə mənlə yaşıddır, rəis. Aydındır. Nəysə olsa sizinlə əlaqə saxlayacağım. Oldu, rəis. Əgər nəsə lazım olsa, gerek adamları gəlin. Baxsın.
Az geçiden sonra kağıtlar hemen merkezi saldırıyorlar. Ay qızım yaxşı yadıma düşdü. Bugün Ümidi görəcəksən. Hə, o da gələcək ad gününə. Onda sabah bizi görüşdür də zəhmət olmaz. Ata sabah bazar gündür də. Birinci gün məktəbə gəlsin, sonra görüşdürərəm. Yaxşı, yaxşı. Sən Allah yazından çıxmasın. Hə, yaxşı. Eldar gələcək sənin arxanda. Hə, çıxıb gəlir indi. Yox. Hem uygun yapıyorlar hem de aşağı Sənə də çay gətirdim. Ay çok sağ ol. Sən saat neçədə çıxacaqsan evdən? Hələ indi hazırlaşmağa gedəcəm. Yəqin 1-2 saata çıxaram evdən. Deyirəm ki, Ayka, gəl səni mən özüm aparım. Qəşəng, aparım öz əlimdən qoyum ora. Ürəyim arxayın çıxım gəlim evə. Nə olar? Amma sən niyə narahat olursan ki? Sinif yoldaşlarım dalımca gələcək, gedəcək ad gününə. Oradan da birlikdə qayıdacaq evə. Ümid də gələcək də, hə? Hə. Yaxşı. Get, amma çox xahiş edirəm. Elə get gəl ki, nigaran qalmayım. Atan da evdə yoxdur. Ağılla başla. Yaxşı? Mən haçansı evə gec gəlmişəm ki, bu dəfə gec gəlim. Xalam oğul, qardaşınız dünya kostyumu seçib aldı gününə. Bir dənə də ləzzətli xəbərim var. Bir dənə səbirli olun, asın bunu. Gəldi lo xəbər. Deməli, bizim bu çempionumuzun bir dənə istədiyi qız var. Bir yerdə altında getmək istəyirlər. Xalam oğul, başınıza dönərəm. Taksiyə pul verənəcəm, bəlkə mənə aparın. Əla fikirdir. Şu bir dənə adımıza layiq maşın təşkil edəsən. Sağ olasın. Ha? Çempiona layiq. Hətta çempiona layiq. Ceyhun burada deyil. Sağ ol Andrey. Sağ ol. Ceyhun! Xalam oğlu! Lap Natiq olsa Natiqi çağır. Bəlkə niyə baxan sən dəndir. Natiq! Narahat olma. Həll eləyək. Sağ ol, Cavad, çox sağ ol. Kostyum da çox qəşəng. Ona görə də çox sağ ol. Necəsən? Yaxşıyam, sən necəsən? Pək. Keçəydik. Qapını aç da. Sən? Çox sağ ol. Ay xalam oğlu, otur yanında da. Mənim yanımda mı oturursan? Yaxşı, yaxşı. Bu nədir belə? Sürprizdir. Kimin maşını? Mənim, amma bircə bu günlük. Əzizov, sənəd istəyəndə səndən adama 3 günə verirsən. Nə olub? Səbirli ol da. Səbirli olsun da. Yaxşı, yaxşı. Göndərəm. Kim adı? Ruslan, Sən bu kitabı elə bir dəfə oxumusan axı. oxumuşam. Bəs niyə götürdün onda? Nə evə lazım idi? Ha, bu kitabın içindəkilər yox, üstündəkilər daha vacibdir. Nədən yəni üstündəkilər? Qan ləkəsi. Hikmət, nə demək istəyirsən? Bax, cəsəd hardan tapılıb? Dənizdən. Ay sağ ol. Avtomobilə baxış keçirəndə ayaqaltıdan, təkərdən dəniz qumlarının zərrəcikləri var idi. Sən heç nə demirəm. Məncə, bax demirəm, Rızadan şübhələnirəm, amma
Nəsə mənə şübhəli gəlir, bilməm niyə. Hər şey bu qan ləkəsinin analizlərindən sonra bilinəcək. Amma çox fikir verməyə. İndi düşüb də evdə işləyib, nəsə əli qanayıb, dəyib kitaba da ola bilər. Çarsırsan. Bomba olar. Onda dursuz. Dursuz çək, dur. Axşam çıxanda xəbər eləyərsən, gəlim götürüm. Yaxşı, eləyərəm. Tez çıxsan əla olar, kofe içərdik. Söz verməyim, Eldar. Uşaqlardan nigaran qalacağam. Yaxşı. Rafiq bəyə salam deyərsən. Eldar yaxşı da, yeridir bunun. Yaxşı. Ümiddən nə xəbər var? Heç də müəllim, evlərinin yanında bir dənə avtoservis var. Getdi ora girdi. 2-3 nəfərlə görüşdü orada. Amma elə gəlir ki, onlar bir-birlərini çoxdan tanıyırlar. Çünki indi dəhşət təmtaraqla qonuşladılar. Aydındır. Yəni görən olmadı? Yox müəllim. Sağ ol. Görən olmadı. Sağ ol müəllim. Salam Ümid, salam. Xoş gördük. Nə oldu? Sağ olsunuz. Sağ ol. Salam. Sağ ol. Keçin. Hörmətli qonaqlar, əziz dostlar, hamınızı salamlayıram. Bugün bizim ailəmiz üçün çox xüsusi bir gündür. Gözümün ağı qarası, yeganə oğlum Kamranın 17 yaşı tamam olur. Biz də bugün onun doğum gününə toplaşmışıq. Vaxt ayırıb gəldiyiniz üçün hər birinizə təşəkkür edirəm. Ümid edirəm ki, bugünkü məclis hamımız üçün yadda qalan olacaq. İndi isə icazəvizlə Kamranı bura dəvət eləmək istəyirəm. Kamran, zəhmət olmasa bura gəl. Son artıq. Kamran, bu mənim sənə hədiyyəmdir. Bu açarlar sən sevdiyin maşınındır. Özü də rəngini də sənin zövqünə uyğun qırmızı seçmişəm. Amma bu açarlar hələlik məndə qalacaq. Sənlə elə indi burada, bu gözəl məclisdə, bu gözəl insanların qarşısında bir şərt kəsmək istəyirəm. Sən əgər məktəbi uğurla bitirsən, ali məktəbə daxil olsan və il ərzində məktəbdən sənə dair şikayət gəlməsə, xüsusilə Sevinç xanımdan, onda bu açarlar sənin olacaq. Alqışları eşitmirəm. Təbrik edirəm.
Əqız. İyi də. İstəmirəm. İstəmirsən? İstəmirsən, istəmə. Naz eləyir mənə. Bir dənə sən qalmışdın da mənə naz eləməyən. Hərdən axşamı da görgüdən. Yu, təmizdə, düzət, Kore'ye pişir bular. Aşağı hənşaq qızı deyə elə bir. Sənin üçün bu evdə nə pişirirdilər ki, sən mənim pişirdiyimi yemirsən? Hə? Yemirsən, yemə, gözlərim aydın. Amma bıraxsın, qardaşın gələndə dayıma şikayət eləmə ki, mən ağzından ölürəm, bizim mənə yemək vermədi. Acı bir şey düşmüşəm də. Məndən utanırsan. Sən mənə baxanda hə. Yaxşı. Elə baxaram ki, xəbərim olmasın. Selection de bıçaklar var. Oğlum üçün çox rahatım. Çünki sizin kimi bilikli, savadlı, peşəkar, həm də belə bir ecazkar müəlliməsi var. İndi də deyirəm, göndərdiyim buketi bəyəndiniz. Necə yəni? O buketi siz göndərmişdiniz? Əlbəttə, zərif və əsrarəngiz çiçəklər. Amma siz bu gözəlliyinizlə daha da artıqına layiqsiniz. Rəbb bəy, bizim söhbətimizin məcrası dəyişir. O da mənim xoşuma gəlmir. Ən yaxşısı mən gedim əyləşim. Hara gedirsiniz? Musiqi elə bitmir. Qonaqlar nə deyər? Çıxart. Çıxart paltarımı yanıl mən üçün. Çıxart gör. Səhər tərtəmiz geyindirmişdim. Bəsdir də, yığdım mən boğaza. Havaya hambal tapıblar özləri üçün. Bütün günü yığışdır, pişir, düşür, yuv, süpür. Belə də iş olar. Bəsdir də, mən benim adam döyürəm. Ha Məncbə, gəlsin də, gəlsin danışanda ağzını çullu doşan yerləşmir. Gəlsin özünü versin də bir işə. Nəsə o da eləsin də. Hələ bir dənə mənəm bu ortada. Nə qədər olar? Mənə bütün əsəblərim bir də çox sağ ol deyən də yoxdur mənə. Buna bak, sen yaman pişirdiysen ya. Yok bir istirahat ile ye, kefeler değil. Qalmayam daşdan onu. Ya dəmirdən ha. Şəfqəyə görə bizə nə qədər əziyyət çəkdim. Ben Heyf o cürmə gözəl müəllimə işdən çıxdı. su iç. Ben Ha, özümə görə yox, ona görə pis oldu. başa düşürəm, pis olma. Sudan zaten hiç oturup evde bir de istirahat edin, sen burada pis olacaksın. Buna bak. Bakın bırakıp tarihin zaten. Gel pazar günü kardeşin sana yaparsın. O bak kaşkaldak vurmana. Aydın mı? Muhtemelen Gede. benim bir daha. Ve sen Edgar müəllim, mən sizinlə rəqs eləmək istəyirəm. Necə? Deyirəm ki, mən sizinlə rəqs eləmək istəyirəm. Aha, bu başa düşdüm. Gedin. Hara gedeyim? Hara gedəcək rəqs eləmsən? Aa, oraya düşüyorum. Məndən olsa, istəyərdim ki, bu musiqi heç vaxt bitməsin. Və mən də sizin kimi gözəl bir xanımla saatdan məqsiyəm. Siz idman müəllimisiz? Bəli, İdman müəllimiyəm. Heç idmançıya oxşamırsınız. Bilirsiniz gözəl insan. Hərdən həyatdan hər şey göründüyü kimi deyil. Düz deyirsiniz. Darıxdım Hero üçün. Hero? Hə, mənim itimdir.
İt. Bu boydadır. Ha, ne yaxşı, yaxşı. İt gözəl heyvandır. Etibarlı heyvandır. Heyvanları sevirsiniz? Ha, mənim də itim var da. Nə cinsidir? Çoban iti. Ne boydadır. Vay. Onda o bir dəfəyə nə qədər yemək yeyər? Bir dəfəyə hardasa sizin ikiniz boyda yemək yeyirdilər. Elə də deyirəm ki, Sabah akşam sizi şam yemeğine davet etmek isterim. Şam yemeğinden sonra söhbət eləyərik. Birbirimizi daha yakından tanıyarıq. Bence söhbətimiz çok şirin olacak. Üzülür sayın ama alınan değil. Rəqsə görə də çox sağ olun. Musiqi də bitdi artıq. Bir dəqiqə. Nə edirsən sən? Ne yapacağım? Başa düşmədim. Bu nə hörmətsizlik edirsən? Ələvi çək. Sakit. Mən ola onu niyə rəqsə qaldırırsan? Sakitləşdim. Necə yəni? Ayıptır dolaplardan mı? Heç nə ayıb deyil. Ələvi çək məndən. Başa düşmədim. Sen oğlum, sen niye böyle bir içersin? Yaptın bakalım ne yemek yiyirsən, ne rəqs edirsən. Ne mesela? Eşitmədim. Amma onunla dostluğum bitəcək deyəsən. Niye, ne oldu? Özünə təzə dostlar tapandan sonra içmə tərəfə də bax. Sənə də şeyləri fikir vermiyorum. Sen onunla da danışaram, bir fazla dostları. Merhaba. Ben Ümid, o maşın süründə Dostumum. maşını sürən dostun idi. Hə, odur. Haçandan dostluq eləyirsiniz? Mən dedim, sənə yaxın dostun Samirdir. Samir heç də o ən yaxın dostumdur. Onu da ki, təzə tanıyıram. Heç gözün su içmədi ondan. Xuligana oxşayır. Həm də ki, sənin birdən-birə bu qədər pulun olmağın mənə hələ də qəribə gəlir. Xalam oğlum xuligan zat deyil. Sən onu yaxşı tanımırsan. Tanısaydın, elə deməzdin. Xalam oğlu? Bizim maşınla gətirən deyirsən? Hə, Xalam oğlu da adı. Günahdır. at kimi bir şeydir də, xalam oğlu hamama deyil. Elə çağırırlar. Özdə ki, mən pulu işləyib qazanıram, öz zəhmətimlə. Pul qazanmaq yaxşı şeydir. Amma sən gərək dərsləri də unutmayasan. Həm də ki, sən Respublika çempionu olanda ən çox sevinən mən oldum. Bu çempionluq sənin gələcəyin üçün vacib bir rol oynayacaq. Ana, Burada sizi rəqsə dəvət edəsəm olar? Senin
tam əzəldən. Onu gözəl anlatamaz. Düşündüğüm satırlar. Ana olmaz. Bize her bir yavrum diyen güzelden. Çünkü ona hırgazımda ayrıca bir füsun var. Başka alem yaşamadım. Öyle güzel biçimde. Onu kimse güzelliğin cilvesinde yaratmış. Ana, çiçeği bir fidandır ki içimde. Daha ezelden göksalar yüreğimde boyatmış. Ana. Yaxşı. Vüqa, Ayca, neyə bildin? bir dənə yaxşı maşın təşkil elədim. Haloğlu ilə getdilər birinci dediyi qızgilin məhəlləsinə. Oradan da düz restorana. Necə deyərlər adımıza layiq. Oyunu deyirəm, Hə, Rizvan məsələsi. O da hazır. Danışmışam. Birinci oyunu simvolik olaraq 3000. Günü sabahda oyunu təşkil eləyə bilərik. Elə öz ofisimizdə. Onda düşürsə, baxa görür başımıza nə oyun gəlir. Yaxşı. Hemen o. Gəl. Ata biləcəksən, hə? Yox, buyar. Pis deyil. Yaxşı. O getdi. Aynur, mən hiss eləmişəm ki, sənin ümiddən xoşun gəlir. Deyəsən elə onun da səndən xoşu gəlir, amma neysə var, o önemli deyil. Mənə önəmli olan bir sən nədir? Sən onu necə bəyənirsən? Ümumiyyətlə, mənlə ümidin arasında fərqi görürsən. Əlbəttə görürəm. O başqa, sən tam başqa. Bəs onda yaxşı. Niyə məni yox? Alın, sevirsən? Kamran, demə sənə proses məsləhət verim. Ən yaxşısı, bu söhbətləri get başqa qızlarla elə. Mənimlə yox. Çünki seçim edən mənəmsə, mən artıq seçim eləmişəm. Mən də seçim eləmişəm. Seçimim sənsən. Günün mübarek, günün mübarek, Kamran, günün mübarek.
kimi gözü var, dağ başında kuzu var. Ahu kimi gözü var, kız olanı severse kimi ona sözü var. Kız olanı severse kimi ona sözü var. Feridem ay Feridem, güzel kızsan Feridem. Feridem ay Feridem, güzel kızsan Feridem. Bakmısan biri de bak benim güzel Feridem. Bakmısan biri de bak benim güzel Feridem. Ay benim güzel yanım, sana çok mu yalvarım? Ay benim güzel yanım, sana çok mu yalvarım? Bir bakmısan biri de bak benim güzel Feridem. Bir bakmısan biri de bak benim güzel Feridem. Haydi bu hareket sen de. Biraz oynardık da. Oynadın da belə də oynuyordun. Ne olur? Gül kimi oynuyordun. Biraz gelipden geçen hava var. Bir havada gəzişək ya. Sağ olun, sağ olun, sağ olun, sağ olun. Sağ olun bala, sağ olun. Həmişə sağ olun. Sağ ol. Məşqə gezişmə. Oldu. Birinci gün gözləyirəm məşqdə. Gedək biraz havada gəzək. Sonra gəlib oynayarsan təzədən. Dəqiq oynayırsın. 100%. Mən sənə söz verirəm. Burada, mahnı burada, sən burada. Şurada, yaxşı. Gözlə. Sağ olun, sağ olun. Sağ olun, sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Demin havayla nəfəs alın. Dəqiq gəlir ya. Gəlib oynayacaq. Mən sənə deyirəm da. Mənə inanmırsan. Yox, gedəcək. Qəşəng parkda gəzəriz misin? Qəşəng səhərə gəl. Gəl. Cəbsə, oğlum çox gəlib olmayarıq da. Ha, yaxşı, yaxşı. Çox mümkün olur. Gəl. Sevinç verme. Gece esrede kalsın. Ne olub? Yerlərini dəqiq bilirsən? Müəllim, satmışıq. Buradan sağa dönək. Oradadır. Sən gözlə. Müəllim, mən də gəlmədim. Gözlə dedim. Qal burada. Başın ağrımağı yaxşı əslində. Demək başın var. Salam aleyküm. Dünənki gün necə keçdi? Pis değildi. Çoxdan da məktəb kollektivi ilə də korporativlər olmurdu. Lap yerinə düşdü. Məclisdən sonra halından məmnun idin. Üzün də gülürdü. Sən atmacalarını özünə saxla. Belə diqqətlisənsə kefsiz olduğunu da görərdin. Amma yol boyu nədənsə ağzını açıb bir kəlmə də danışmadın. Əslində sən danışmalıydın. Dünənki gün sənin üçün fərqli keçib. Mənim üçün adi günlərdən biri idi. Mesajlara bakmak istəmirsən? Başa düşmədim. Bu mənim nömrəmi kimdən alıb? Bəlkə özün vermirsən. Eldar, sən nə danışırsan,
Sən bu atmacalarınla məni lap bezdirmisən. Mən səni başa düşə bilmirəm. Görsən mənim barəmdə nə fikirlərə düşmüsən. Ha, nə fikirlər düşməliyim ay qız? Hə? Gedib Rafiqə təşəkkür eləyib, qabağında baş əyib. Deməliyəm ki, çox sağ olun Rafiq müəllim. Sevgilimi, nişanlımı rəqsə dəvət eləyirsiniz, məclislərinizə dəvət eləyirsiniz. Qucaqlayırsınız, nə bilim, qayğı göstərirsiniz. Əlindən öpdüyünüz üçün də xüsusi təşəkkür eləyirəm. Nə bilim, başqa nə təkliflər eləyib. Özlər indi gələndə də şey elədi, dedi ki, deyəcəm, yaxşı ol. Nə lazımdır qardaş? Geçim. Sən kimsən? Kim buraxıb səni içəri? Rəhməliyim onu burada! Şerefsiz! Bir yere! Bu aklıma çağırın dedim! Aynen! Yürüyün siz! Sen kimsən dayı? Müəllim. Ailə qədri bir şeydir. İndi sən çoxdan baba olmuşdun. Sadəcə bir kitab var, üstündə qan ləkəsi. Təcili mənə DNT testi lazımdır. İndi başa düşürəm əvvəlki yoldaşın nədən çərriyib ölüb. Səsini kəs. Etibar kimdir? Etibar bir nəfər tanıyıram, o da bizdə məktəbdə müəllimdir. Ümid, gecə nə vaxt gəlmişsən evə? Mat. Sən kimsən?